Hüseyn Əliyev 10-cu sinif şagirdi, 1-ci qrup. Bu gün deməli alqı-hedardan səhifə 232, 62-ci test izah edəcəm. Asetin istəyir. Reaksiya C2H2 hidratlaşma deyir, ona görə üstün oksigen gəlirik. Reaksiyadan alınır TH3, THO. Bu Kucherov reaksiyasıdır. Kucherov reaksiyası deməli bizdə 56 litrdir. Bu da 1 mol 22,4-dür. TH3 deməli bu bizdən X istəyir. Bu da ki MR 44-dür. Ona görə 44 yazırıq. Sonra tərəf-tərəfə bölürük. X 44. Burada da X-i tapanda 110 eləyir. Bizdə də 80% çıxımla istədiyinə görə bunu 80% tapdıq. 110 100%-dir, 80% çıxımla istəyir. 110 vurulsun %80. Bunu da hesablasaq 88 eləyir.